Qadın qisası. Ana, yaxşısan. Yaxşıyam. Ana, mən ailə qurdum. Aile kurdun. Toyun oldu. Bəs ərin dayan. Tapacağım. Babəkdir. Tapdım. Hə? Bam! Məni qorxutdun. Necəsən? Ver görüm. Salam, necəsən? Yaxşıyam, sağ ol. Gedək. Bunları mənə ver. Kimsə Niyə? görən olsa utanacaq. Hey, gəl görüm. Niyə utanırsan? Sadəcə sənə kömək eləyirəm də. Zöhrə, Hə? bilirsən, istəyirəm ki, həmişə belə olsun. Necə? Gözləmədiyin vaxtda yanından çıxıb, əlindəki yükə kömək eləyim. Əlində yük olsa, yükə kömək eləyərəm. Olmasa dərdlərinə. Hı? Sənin ağır yük götürməyini istəmirəm. Get görüm. Ay qız, bu dəqiqə qonşular görəcək. Yüküm çox ağırdır. Amma bu yükü tək özüm daşımağa məcburam. Bugün yağış yağır. Yağış. Bəs yağış yağanda yazıq kəpənəklər neynir? Axı onların qanadları yaş olacaq. Onlar bir günlük ömrünü harasa qısılıb kölgədə keçirəcəklər. Yağış yağmasın. Yağış yağmasın. Yağmayacaq ana. Yağış yağmasın. Yağmayacaq ana. Qoy yağmasın. Yağmayacaq. Ne olar? Sakitləş ana. Yağmasın. Yağmayacaq. Yalvarıram. Kəpənəklər üçün çox çətin olacaq. Yağmasın. Yağmayacaq ana. Yağış yağmayacaq. Yox hə, ana. Qızım. Sən bu barədə fikirləşmə. Yağmasın. Yaxşı ana. Hər şey qaydasındadır. Yağış yoxdur. Cemal. Ana, yaxşısan? Qardaşımın evlənməyi doğrudur? Nə olub axı? Ne olacak? Felaket olup bunu öğrenmeye gelmişsen? Yaxşı ana, əsəbləşmə. Anacan, indi halın dəyişəcək, özünü ələ al. Artık halım değişip, kan təzyiqim də çox qalxıb. Mənə deyir ki, əsəbləşmə. Mən indi necə əsəbləşməyə bilərəm? Həyatımız qaydasına düşürdü. Birdən-birə hər şey alt üst oldu. Ana, qardaşım indi hardadır? Bilmirəm. Atan qardaşını evdən qovdu. Neynədi? Qardaşımı evdən qovdu? Hə, Bəs indi necə olacaq ana?
Ana! Ana! Mən gəldim. Qardaş, gəl keç otur. Keç. Murad, özünü yaxşı hiss eləyirsən? Ha, yaxşıyam. Mənə bax, heç yerin ağrımır ki. Yox, yaxşıyam. Çantanı ver mənə. Cəsur, sən burada otur. Mənim də anama deyərəm, yemək hazırlayar. Sonra oturub söhbət eləyərik. Ana! Ana! Yəqin mağazaya gedib. Yoxsa onu çağıran kimi o dəqiqə gəlirdi. Gəl, keç otur Cəsur. Yox Murad, qardaşım, mən getməliyəm. Sən rahat evə keç, dincəl. Özün bilirsən, mənim işlərim var. Ha. Yaxşı qardaş, amma otursan yaxşı olardı. Əgər sənə nəsə lazım olsa, mənə mütləq de. Heç nədən çəkinmə. Mən yenə sənin yanına gələcəm. Narahat Yaxşı olma. qardaş, Yaxşı, çox sağ ol. Sağ ol. Oldu, Özündən görüşərik. müğayət ol. Sağ ol. Sağ ol qardaş. Oldu, dəyməz. Görürsən anam harda deyə. Ana! Anama nə olub Zöhrə? Ana, salam. Sakit. Sakit. Adamlar yatırlar. Onları oyatma. Xahiş eləyirəm. Oyatma. Ana, mən Cəmalım. Yadına düşdü. Xaricdən gəlmişəm. Camal. Yoxsa sən məni xatırlamırsan? Cemal, o əvvəlki kimi deyil. Sən burada olmayanda çox hadisələr baş verdi. Necə yəni? Leylək gəldi. Necə idi? Yumurta qoydu. Hə, yumurta qoydu. Sayı necə idi? Say neçə idi? Uşaqlar yaxşı oynayırsınız? Əla, nə yaxşı. Cəmal bizə gəldi. Ana, bugün bizi parka aparacaqsan? Hə, aparacam. Atan gəlsin. Siz o vaxta qədər oynayın, yaxşı? Yaxşı. Sərxan qardaşım, necəsən? Gəl bir yerdə oynayaq. Mən sənin qardaşın deyiləm. Cəmal, gəl gedək sənə oyuncaqlarımı göstərim. Zöhrə, axı nə baş verdi? Nə baş verdi ki, bir gecədə bu qədər hadisələr oldu? Zöhrə, cavab ver. Nə baş verdiyini kimsə mənə başa salacaq ya yox? Atam deyirdi ki, nə olur olsun, Cəmala inana bilərsən. Cəmal, qulaq as. Mənim çox böyük sirlərim var. Mən bu sirləri özümdən qəbrə aparmaq istəyirdim. Amma indi onları sənə deyəcəm. Ümid eləyirəm, bu sirlərin necə ağır olduğunu başa düşəcəksən. Mən bu sirləri daşımaqdan yorulmuşam. Zöhrə, düzdür, mən sənin doğma qardaşın deyiləm. Amma bilirsən ki, həmişə sizi öz ailəm hesab eləmişəm. Hətta ailəmdən də yaxın hesab eləmişəm. Sənin ata-anan yetimin başına sığal çəkdi. Sənin atan mənim atamdır, anam mənim anamdır. Bunu bilirsən, düzdür? Səndən Fatimə mənim bacımsız. Xahiş eləyirəm, mənə inan. Nələr baş verdiyini danış mənə. Bilirəm, qardaş. Amma Cəmal, bizim ailəmizi parça-parça elədilər. Bir gündə hər şey alt-üst oldu, qardaş. Hansı gün?
Hansı gün haqda danışırsan, mənə də xahiş eləyirəm. O hansı gündür? Sən nə inirsən, hansı gündən danışırsan? Nələr oldu, ailəmizi kim parçaladı? Bezdi. Daha her şeyden bezmişim. Salam əleyküm. Aleykümselam. Cəmilə otağına getdi. Hə, otağına getdim. Yaxşı. O ağlayırdı. Nəsə baş verib? Hər şey qarışıb bir-birinə. Mən qızımın xoşbəxt olmağını istəyirəm, amma hər dəfə onu xoşbəxt eləmək istəyəndə nəsə səhvə yol verirəm. Həyat belədir. Onunla heç cür razılaşmaq olmur. O çox dəyişkəndi, oğlum, çox dəyişkəndi. Yaxşı, sən işində ol. Mənə oğlum dedi. Ey Şahrux. Necəsən dostum? Yaxşısan? Salam, yaxşıyam. Sən necəsən? Hər şey yaxşıdır? Hə, pis deyil. Yavaş-yavaş. Səndə nə var, nə yox? Yaxşılıqdır. Hə, dostum, maşının hanı? Piyada gəzirsən. Hə, xarab olub. Təmirə vermişəm. Qulaq as, Əli. Sənin yanına gəlməyimin səbəbi... Qısası... Əli, mənə pul lazımdır. Sənə verdiyim pulu qaytar. Aydındır dostum. Amma bilirsən, indi məndə pul yoxdur. Bir-iki həftə əvvəl desəydin hazır eləyərdim dostum. Birdən-birə gəlib istəyirsən, o boyda pul hardan alım? Başa düşdüm. Yaxşı dostum, unut. Bu haqda fikirləşmə. Özüm bir şey fikirləşərəm. Dostum, o pulu bir həftəyə verərəm. Səndən gələn həftə görüşsək olar? Hə, olar. Elə eləyərik. Yaxşı. Görüşənədək. Başqa işim var, ora gitməliyəm. Oldu, çox sağ ol. Yaxşı. Sağ ol.
Onlar kimdir? Bu adamlar kimlərdir? Hamısını öldürəcəm. Yox. Onlar indi ölməməlidirlər. Onlar başımıza gətirdikləri bütün bəlaları özləri yaşamayana kimi ölməməlidirlər. Sənin qayıtmağın yaxşı oldu. Mənə qisas almağa kömək eləyəcəksən. Bu yalnız sənin qisasın deyil. Lap yaxşı. Fatimə. Dedin ki, Fatiməni ərə verdin. Bunu necə elədin? Oldu. Mən səni başa düşdüm. Problem deyil. Yenə danışarıq. Bunun da pulu yoxdur. Nə borc verə bilir, nə də aldığı pulları qaytarır. Görəsən indi neyniyim? Nə olursa olsun mən pul tapmalıyam. Başqa kimdən soruşa bilərəm? Bəlkə Cəsurdan soruşum. Yox, ondan pul istəyə bilmərəm. Lap başımı itirmişəm. Neyniyəcəyimi bilmirəm. Kartlarım çoxdan dondurulub. Telefonuma pul yükləyə bilmirəm. Fikirləş Şahrux, fikirləş. Hər şey aydındır. Fatimə ərə getdi. Sən də o itlə nikah bağladın. İndi toyumuz olacaq. Başa düşə bilmirəm niyə Zöhrə, nəyə görə? Ondan başqa cürdə qisas almaq olardı. Niyə ona görə öz həyatını məhv eləyirsən? Dedim axı. İstəyirəm onun da ailəsi bizim ailəmiz kimi parça-parça olsun. Ona yaşadığım əzabı göstərmək istəyirəm. O Şahrux bütün bu işlərin başında durub. Yaxşı. Sənə necə kömək edə bilərəm? Nə fikirləşmisən? Hələ Şahruxdan başqa o birilər də var. Onlar 4 nəfər olublar. O birilərin həyatı, kim olduqları barədə məlumat lazımdır. Onlar da cəzalarını alacaqlar. Elə olacaq. Artıq mən səndənəm. Anam otaqda tək qaldı. Gəl onun yanına gedək. Darıxmasın. Alo, eşidirəm. Salam əleyküm Qədir bəy. Əleyküm salam. Kimdir? Mən Zakirəm. Qədir bəy, sizə bir şey deməliyəm. Nə olub? Bilirsiniz, Danış görüm.
Söz uzatma. Oğlunuz Şahrux tanışlarından pul istəyir Qədir bəy. Dedim sizə xəbər verim. Hər şey yaxşıdır? Deməli belə. Hə, Hamıya yaxşı-yaxşı tapşır. Heç kim Şahruxa pul verməsin. yaxşı, oldu deyərəm. Əgər borc belə vermək istəsələr, əvvəlcə bunu məndən soruşsunlar, aydındır? Aydındır Qədir bəy, oldu. Kimsə ona kömək eləmək istəsə, məndən yaxşılıq gözləməsin. Yaxşı, Bu sözümü bütün tanışlarına bir-bir çatdır. oldu Qədir bəy. Hətta Şahruxun dostlarına da de. Baş üstə. Ona bir qəpik də verməsinlər. Oldu, sizi başa düşdüm. Sözlərinizi hamıya çatdıracağam Qədir bəy. Yaxşı. Əgər işdi yenə nəsə eşitsən, mənə xəbər ver. Oldu, baş üstə. Şahrux heç vaxt çətinlik görməyib. Görək indi neyniyəcək? Əlindən heç bir iş gəlmir. Qoy hara gedir getsin, nə istəyir eləsin. Mənim sözümə baxmayıb öz bildiyini eləməyin, bax, axırı belə olur. Qısası, məsələ belədir dostum. Mənə indi pul lazımdır. Sənin gələcəyini bilirdim. Heç bilmirəm necə deyim. Atan sənin haqqında hamıya xəbər verib. Heç kim sənə pul verməyəcək. Düzünü desəm, mən də sənə pul verə bilmərəm. İstəmirəm atam mənə əsəbləşib əlavə problem yaratsın. Ona görə də bundan sonra səndən aldığım pullar atanındır. Yaxşısı budur, borcumu aparıb atana verim. Atam bircə bunu eləməmişdi. Yaxşı. Qoy belə olsun. Əsl dost dar gündə tanınar deyiblər. Elə demə Şahrux. Axı atanın xasiyyətini bilirsən. Mən də yeni işə başlamışam. Özün bilirsən, atanın əli hər yerə çatır. İstəmirəm işə başlayan kimi müflis olum. Mən səni başa düşdüm. Çox yaxşı başa düşdüm. Oldu. Oldu. Sağ ol. Sağ ol. Hardan gəlirsiniz? Çox sağ ol. O da anamı görməyə gəlmişdi. Orada görüşdük. Hə. Anam yaxşıdır. Nəsə bir dəyişiklik var. Hələlik yoxdur. Amma biraz sakitləşib. Onu gördüm, ürəyim parçalandı. Anam, o başqa cür qadın idi. Bu qədər dərd anamı sındırdı. Salam, necəsən əmi? Salam qızım. Sərxanın qızıdır. Hə, Qızım. Şirin balam. Gəl sən də otur. Gəl qızım. Hə, yeri gəlmişkən şam yeməyi hazırdır. Siz qonaq otağına gedin, mən yeməyi çəkib gətirirəm. Qızım, məktəbə getmişdin. Hə, Neçə aldın? 5. Afərin. Axmaq. Mən onun həyatını fikirləşirəm, amma gör o nə işlər görür. Hələ həyatın çətinliyini görməyib yaramaz. Mən sənə hər şeyi hazır gətirib verdim. Hər şeyini yaparsın. Qədir, Buyur, sən neynirsən? rədd olsun evimdən. Qədir, Rədd neynirsən? olsun. Axı bu Şahruxun Bəs paltarlarıdır, qarvat, Qədir. mən istədiyimi eləyəcəm. Bütün bunların hamısını mən alıb vermişəm. İstəsən bunların hamısını götürüb ataram, biri də evdə qalmaz. Götürüb tullayacam. Qədir, lazım deyil. Nə Axı qədər? oğlumuz- Hə? Mənə bax arvad. Əgər sən yenə bir də o oğluna yazğın gəlib, o avara Şahruxa pul versən, öldürərəm.
Səni də onunla bir yerdə küçüyə ataram. Yaxşı, oldu, başa düşdüm. Xahiş eləyirəm, sakitləş. Mən olmayanda onu bu evin kandarına belə buraxma. Qoy, hərəkətindən peşman olsun. Uşaqlıqdan bəri ağzından nə çıxırdısa, hamısını hazır eləyib onun omcuna qoydum. Belə əvəzini verdi, bu cür verdi. Bu da onun mənə sağ oludur. Bir sözümə belə əməl eləmədi. Bir sözümə belə arvad. Hamısı sənin tərbiyəndir. Yaxşı, sən nə desən elə olacaq. Bəsdir Qədir, biraz sakitləş. Təki elə olsun. Qızım, necəsən? Ata, 12-ci dəfədir mənim halımı soruşursan. Məndən narahat olursan. Amma narahat olma. Daha özümə heç nə eləməyəcəm. Qorxursan ki, qızın özünə nəsə zərər verər. Yox, belə soruşdum. Yaxşı, yat dincəl qızım. Özümə zərər verməyə də halım yoxdur, ata. Onsuz da həyat özü mənə ağır zərbələr vurur. Salam aleyküm, buyurun. Salam, mən soruşacaqdım, saat alırsınız? Bağışlayın, biz köhnə saatları almırıq. Yox, bu bahalı saatdır, İsveçrənindir. Qısası, əgər ehtiyacım olmasaydı satmazdım. Bunu hardan almışsınız? Oğurluq deyil ki. Yox, özümündə. Ona nə qədər pul verə bilərsiniz? Yaxşısan Cəmal. Bir gündə bütün xəyallarının hamısı puç oldu, hə? Elədir. İndi hər şey dəyişdi. Atamla anama yaxşılıq eləmək üçün bura gəlmişdim. Amma gör nə qədər hadisə oldu. Zöhrə. Artıq bu qisas tək sənin yox, həm də mənim qisasımdır. Mənə inana bilərsən. Özüm sənə kömək eləyəcəm. O alçaqları elədiklərinə görə peşman eləyəcəm. Salam aleyküm. Əleyküm salam. Nə olub, gecə yarı niyə gəlmisən? Mən Şahruxa zəng elədim, telefonu bağlı idi. Ona görə də özüm gəldim. Şahrux evdədir. Şahrux artıq bu evdə yaşamır. Dostunu evdən qovmuşam. Başa düşmədim. Niyə belə elədiniz? Niyə olacaq? O axmaq həmin o əxlaqsız qızla evlənib, onu evə gətirmişdi. Onların ikisini də evdən qovdum. Qoy getsin, həmin qızla da yaşasın. Niyə gəlmirsən? Şahruxla nə işin vardı? Mənə biraz pul lazım idi. Şahruxun mənə borcu var idi. Vacib olmasaydı gəlib istəməzdim. Deməli belə.
Artıq Şahruxdan bir qəpik belə ala bilməyəcəksən. Onun bütün kartlarını dondurmuşam. Maşınını da əlindən almışam. Artıq ondan heç nə gözləmə. Yaxşı. Mənə bax. Dedin, vacib pul lazımdır. Əgər mənə kömək eləsən, özüm sənə lazım qədər pul verəcəm. Olar. Nə kömək lazımdır ki? Kömək. Şahruxun hər bir hərəkət haqda, hər addımı barədə mənə xəbər verəcəksən. Onu hər yerdə izləyəcəksən. Hara gedir, nə iş görür. Bir sözlə, hər şeyi mənə danışacaqsan. Özüm sənə daim pul verəcəm. Nə deyirsən? Yaxşı, razıyam. Lap yaxşı. Bilirsiniz, Başa düşdüm. Götür. çox sağ olun. Tahir, nə olub? Niyə kefin yoxdur? Səhərdən çox narahat görünürsən. Neçə dəfə Cəmilənin otağına çıxıb düşdün, nə baş verir? Danış görüm. Bugün Cəmilə ilə Qədrin evinə getmişdik. Mən qızımın xoşbəxtliyini düşünüb o evə yaxşı niyyətlə getmişdim. Amma çox böyük səhv elədim. Cəmilənin ürəyi yenə sındı. Şahrux. O əclaf gözümün qabağında evə başqa bir qızla gəldi. Vay. Dedi onunla evlənmişəm. Yazıq qızım. Bir söz belə deyə bilmədim. Heç yaxşı olmayıb. Düzdür, bu məsələyə qarışmaq istəmirəm. Amma məncə Cəmiləyə başqa bir oğlan tapsaq yaxşı olar. Bir halda ki, Şahrux evlənib, o indi ondan tamamilə əl çəkib, başqa namizədlərlə tanış olsa, məncə daha yaxşı olardı. Mən də bunu çox istəyərdim. Amma Cəmilənin xasiyyətini bilirsən. Bəlkə biraz vaxt keçsə yaxşı olar. Bəlkə bir müddətdən sonra hər şeyə razı olar. Necə olursa olsun, onu bu xəyallardan ayırmalıyıq, Nigar. Düz deyirsən. İstirahət günləri gedib biraz gəzsə özünə gələr. Mümkün qədər Cəmiləni bu xəyallardan uzaqlaşdırmaq lazımdır. Onun həyatında başqası peyda olmayana qədər o Şahruxu unuda bilməyəcək. Alo, Zöhrə, Hə, eşidirəm. hələ yatmamısan ki? Yox, sözünü de. Deyəcəkdim, mən pul tapdım. Əgər istəsən, sabah kiçik bir toy eləyə bilərik. Gündüz hər şeyi həll eləsəm, axşam toy eləyə bilərik. Sabah olmaz. Niyə? Sabah Fatimə ilə işim var. O biri gün eləyə bilərik. Yaxşı, onda qoy birisi gün olsun. Yaxşı. Yeri gəlmişkən, harda qalırsan? Bir ev tapdım. İndi gedib orada qalmaq istəyirəm. Əgər xoşum gəlsə, qalacam. Xoşum gəlməsə də ki, otellər çoxdur. Aydındır.
Onda yaxşı. Sabah uyğun vaxtda görüşərik. Oldu. Geçən xeyrə qalsın. Oldu sənin də. Hər nə olursa olsun, Şahruxu evinə qaytarmalıyam. Yoxsa planlarımı həyata keçirə bilməyəcəm. Mən bu ailəni içərdən dağıtmalıyam. Yaxşı. Qoy toy olub bitsin. Qalanını sonra yavaş-yavaş yoluna qoyaram. Yorulmayasan. Sabahınız xeyir ana. Aqibətin xeyir qızım. Hə qızım. Niyə səhər tezdən oyanmısan? Hə, dedim evdəki işlərimi tez bitirim anacan. Bugün Zöhrə ilə anamın yanına getmək istəyirdik. Ona görə də dedim evin işlərini bitirim sonra gedim. Qızım, bu evdə nə iş var axı? Bir yemək hazırlamaq, bir də evi təmizləmək. Bunları ananı görüb gələndən sonra da eləyə bilərsən. Fikirləşdim ki, sizə əziyyət olmasın anacan. Canın sağ olsun. Yaxşı, yorulmayasan. Axşama sulu yemək bişirərsən, yaxşı? Niyə belə baxırsınız? Yiyin də. Oğlu, bunları hansı pulla almısan? İşi tapdım da ana. Mənim yaxşı dostlarım var. Onlar mənə uyğun iş tapıb verdilər. Əvvəlcədən biraz pul da verdilər. Nicat, götür bu pulları. Dərslərindən qalma, yaxşı? Qardaş, burada biraz çoxdur axı. Sən bunu fikirləşmə. Dərslərinə fikir ver. Qalanını mən fikirləşəcəm. Hə, gəl otur. Deyəsən pulun çoxdur, ha? Biraz atana da ver, nə olar? Mənə bax, bu evin böyüyü kimdir? Heç biriniz mənə hörmət eləmirsiniz, heç biriniz. Ata, məndən incimə. Sənə pul verə bilmərəm. Niyə? Sənə pul versəm, yenə içəcəksən. İçməyəcəm. O tapdığın puldan mənə də verməlisən. Ümumiyyətlə bu evin böyüyü kimdir? Dedim də ata, sənsən. Anam, atama çay süz. Götür. Mən çay içmirəm. Götür iç. Dursun hanı, nəsə gözümə dəymir. Dursuna mən icazə vermişəm. Bilmirəm, futbol oynayıb. Ya neyniyib? Ayağı sınıb. Ayağı gipsdə idi. Ona görə iş görə bilmirdi. İcazə verdim ki, bir həftə getsin, müalicə alsın. O da bilmirsən nə işlə məşğul olur. Nazimə? Qızım, dərsə gedəcəksən? Hə, gedəcəm. Düzünü desəm, Nə olub, danış görüm. qardaşım... Bəsdir. Qardaşın haqqında danışma, sual da vermə. Artıq qardaşının mövzusu bağlanıb. Qardaşın ailəsindən hansısa küçədəki qıza görə imtina elədi. İndi ona biraz dərs vermək lazımdır. Sən ondan danışma. Nəsə kömək eləməyə çalışma. Başa düşdün? Bu dediklərim sənə də aiddir. Serial Space televiziyasının sifarişi ilə dublyaj olunub.